görə kanalımıza müraciət edirik. Buyurun, özünüzü təqdimini Verdiyev Polat Əloğlu, Göygöl şəhəri, Şəhərlər ev 70 küçədə. Biz 2022-ci ilin 6-cı ayında APV Bankdan pul götürmüşük. Pulla götürməyimiz məqsədi olur ki, bizneslə bağlıdır. Yəni bizneslə bağlı götürən puldan 150 min pul olubdur. Ondan sonra Bakıda mağaza açılanda 30 mində paralel pul veriblər. Biznesə veriblər. Yəni biznesdə yaranan problemlərə görə biraz gecikmələr oldu. Ona görə ödəyə bilmədik. Ödəyə bilmədik. Məni verdilər məhkəməyə. Problemlər oldu. Problemləri yaşaya gəldik. Bugünkü gün problemlərimizi yaşamaq məqsəddə, yəni biznesdə yaranan problemlər oldu, onunla bağlı oldu. İndi bugünkü gün biz bu APV Bankı atamdır, anamdır, evladımdır, nəvəmdir. Həmin evdə 2 ailə yaşayır, atam, anam. Onlarla bir yerdə 3-4 dəfə bankda olmuşuq. Bir dəfə deyiblər 10 min gətirin, gətirib gəlmişik, qrafik açılacaq, açılmayıb. Sonra getmişik, deyiblər 15 min götürün gəlin. 15 minə də məhəl qoymuşlar, bizi boş yola salıblar, gedin düzələcəkdir. Axır variantı olub ki, bizi evdən çıxartmaq vaxtı çatırdı. Oktyabr aylarıydı hardasa. Biz məcbur qaldıq, 300 minlik, 350 minliyimizi satdıq, 150 minə kiməsə. Hangi müqavilə bağladınız? Biznes müqaviləsi və nə qədər pul götürdünüz? 150 min bir götürmüşdüm. 3 aydan sonra da 30 min paralel veriblər. İkinci biznes Bakıda açıldığına görə. Hansı müqavilə əsasən? Hansı müqavilələr bağladınız? Biznesdən də Gəncə Səbət Sərəz meyvə tərəvəzdir. Meyvə tərəvəzdir. Ondan sonra mən məcbur qaldım. Elə bir sabah bizi evdən yenə çıxartmaq məqsədində məktublar gəlmiş ki, çıxarsınlar. Biz də evimizi məcbur 150 minə satdıq. Götdük, getdik Gəncədə filial, APV filialına getdik. Dedilər ki, 116 min pul ödəyərsiniz. Biz də 116 min pulu ödədik. 116 min pulu ödədik. 116 min pulu ödəyəndən sonra dedilər ki, 2 ay müddət, 2 günə, 3 günə ev sənədləşir. 2 gün, 3 gün oldu. 2 ay çəkdi. 2 ay ərzində məndən başqa sənədlər istədilər, mağazanın bir də şəkillərini istədilər. Nə bilim, təklif elədilər ki, gətir bir də 1000 manat ödə, gətir 1000 manat bir də ödədi. Ondan sonra təzədən dedilər ki, 15 min manat götür bir də gəl. 15 min manat götürüb bir də getdik bankın qabağına. Evi alan adamdı, atamdı, anamdı, hamımız yığışdıq ki, bu sənədləşsin də 2 ay müddəti bu alan adam da bizi yorur, bezdirir ki, ya sənədləşdir, ya da mənim pulumu ver. Bunlara baxmayaraq dedilər gözdən. Gözlədik. Bakıdan yenə filialdan zəng elədilər ki, Polatdan danışmaq istəyir. Nəsə danışdıq. Danışıq məqsədimiz də oldu ki, Emin müəllimlə danışdıq, problemi şöbə müdürlə. Yəni bizim onunla danışıq, səs yazılarımız da var. Hamısı durur. Polat, sən evi satıbsan 150 minə, sənin bizə 170 neçə min borcun var. Biz sənin borcunu bağlayırıq, sıfırlayırıq. Sənə təmizlik kağızı veririk. Bank evi sata da bilər, özünə qala da bilər. Dedim, müəllim, mən hazıram. Bir günlər mənim təmizlik kağızımı verin. Mən hazıram, çıxın bir gündən gedim. Nəysə razılaşdıq, dekabrın axırları idi. Hələ də bugünə kimi o söhbət gedir. 1-2 aydan sonra Emin müəllim deyir ki, Polat, nə fikirləşsən, neysən? Dedim, müəllim, fikirləşmək odur ki, sizin dediyiniz kimi də mənə təmizlik kağızı verin, mən çıxım gedim. Təmizlik kağızı da vermədi, dedi, təzdən evi bir də satdığa qoy, bir də sat. Dedim, qardaş, bu oyun oyuncaqdır mı? Belə şey mi olar ki? Yəni bu satılmış da, sənin istədiyin məbləğ ödənmiş də, 15 minə bir gətirmişdi. Sən də dedin ki, sənə təmizlik kağızı verir, sən 150 minə satsan, biz 170 neçə min borcunu bağlayırıq, sıfırlaşırıq. İndi məcburiyyət qarşısında bunu tutanır. Bu günləri bura gəlməkdə məqsədimiz bu, sizlərə əziyyət vermək məqsədimiz, bütün dünyamız bilsin ki, yəni bu günləri bizim burada məktub var, bizə yenə bu, bir dənə qoymuru yerləşdirin, burada rahat göstərim. Görün, sizə bu günləri bizə yenə məktub gəldi. O evdə 2 ailə, körpə uşağım buradadır. Nəvəm, 5 baş, atam, anam 80 yaşında.
7 baş ailə. Nəvə ilə gəlinlə bəli 7 baş, atamadan 9 nəfər. Budur, baxa bilərsiniz. Yenə mənə məktub gəlib ki, 22-sində evi boşaltmalısınız, evi tərk eləməlisiniz. Yəni mənim onlara dəfələrlə sözüm olub ki, qardaş mən ödəyim mənə qrafik at. Bu günlər sən 2 baş ailəni, ağsaqqal, atam, anam, 9 nəfəri sən niyə çıxardı 5 yatırsan ki? Sən 3 dəfə, 4 dəfə bizi çağırıb yığıbsan bura. Pul istəyibsən gətirmişik. Pulu dedin ödə 116.000 bir, 1000 manatda bir ödəmişəm. Təzədən 15.000 deyirsən onu da gətirmişəm. Sonra deyirsən təmizlik kağızı verirəm, onu da vermədi. İndi yenə mənə məktub göndərib ki, evi boşalt. Bizim də bu günlər bura gəlməkdə məqsədimiz odur ki, yəni cənab prezident, biz sizə inanırıq, güvənirik. Yəni bu qədər qanunsuzluqlar ola bilməz. Bu günləri bu puldakı, yəni hamı bilir ki, bunu bu heç kimə elə-belə verilmir. Evə pul verilmir. Biznesə verilir. Mən də biznesimlə bağlı 3 dənə Bakıda Gəncə səbət açılıb, problemlər yaranıb. Hamısı vergiyə pul ödəməklə, reklama, hər bir sənədlərimiz olarlar. 3 dənəsi də Gəncədə açılıb. O pul veriləndən sonra o şəkillər, videolar hamısını gətirib göstərmişəm. Onlara baxmayaraq demişəm, qardaş, mənə təzə qrafik atılsın. Bu günləri 5.000, 6.000 yox, 1000 ödəyim, 2000 ödəyim, gücüm çatanı ödəyim, mənim ailə uşağımı çölə atma. Cənab prezident, sizlərə də məktub göndərmişəm. Mehriban xanıma da göndərmişəm. İndi bu günləri onların əsasında onlara baxmayaraq, yəni bu 9 baş ailəni bu günləri bunlar çıxardıb eşyatır. Eşyatır. Yəni bu günləri belə bir qanun mən bilirəm ki, yoxdur. Mən sizə inanıram, güvənirəm. Cənab prezident, Mehriban xanım, bizə bir kömək olun, dəstək olun. Yəni bizim burada bir gün günahımız yoxdur. Bu puldakı mənə 150.000, 130.000 paralel elə-belə verilməyibdir. Mən 25 ildir bankla işləyən adamam. Devlətə xeyir verirəm, vergiyə pul ödəyirəm. Cənab prezident, yəni sizdən xahiş edirəm ki, bu haqsızlıqları götürəsiniz. Siz nə qədər cəmdə bu bankdan pul götürmüşsünüz? 150.000 bir götürmüşəm, 30.000 də paralel verib. Bir də ki, bunu da sizə təqdim edeyim, göstərim. Ne kadar ödemiştin önceden? Mən hardasa bir 50.000, 60.000'e yaxın pul ödənilibdir, götürülənlər. O pulu da siliblər, rədd ediblər, hamısı borca xarca. 2008-in sənətinlə. Ev qiymətləndirib 180.000'e, bu günlər mənim evimi götürüblər 114.000'e. Bu da sənədlərimiz. Yəni gündən qalxmasına baxmayaraq mənim evimin görüntüləri də var. Bəli, düşür də bu sənəddə 3 otaqdır, birinci mərtəbədə. Ancaq bizdə birinci mərtəbədə 3 otaqdır. İndi hal-hazırda olan 3 otaq yuxarıdadır, ikinci mərtəbədədir. Bir zaldır, ikinci mərtəbədə. 3 hamam tualetidir, 2 navesidir, əl damlardır. Bunların heç hansı bu çertyozda olmuş. Bu çertyozda 180.000'e götürüblər, qəbul ediblər. Ancaq indiki bugünkü gündə o ev 180.000'e qiymətləndirilir. 2022'də götürmüşəm, bu sənədlə götürmüşəm. 2008'in sənədlə, bəli. Qiyməti 70.000 aşağı. Bəli, biz də, bunlar bizdən şikayət ediləni sonra, biz hara şikayət edirik? Allah hamd olsun, Allah nəyin adıdır? Bütün bizim sənədlər hamısı geri qayıdıbdır. Şəxsən mənlə Emin müəllimin danışıq var, səs yazılar var, WhatsApp-la özə danışmışıq. Deyir ki, Pola, sən hara şikayət edirsən elə, bizim adamımız da var, pulumuz da var. Sən bizə heç nə elə bilməyirsən. Ancaq get topalama bizim pulumuzu gətir. Mən də topalama 116.000 apardım, ona baxmayaraq yenə də çıxardıb atırlar bizi eşiyə. Pulumuzu 2 aydan sonra özümüzə qaytardılar, verdilər. 2 ay sizin vəsaiti saxlayıb. Bəli, bankda qalır. Kompüterdə, sistemdə hamısı var. Bankda saxlanılma faizini niyə verməyiblər? Heç nə vermədən, nə faiz et, bu günlərimi yenə mən evimdən çıxardıb eşiyə atırlar. Hansı kurumlara müracaat etmişsiniz? Hər yerə yazmışam, hər yerə müraciət eləmişəm. Heç bir kömək yoxdur mənə. Biznesin inkişafı ilə bağlı, bəli. Başka emlakçılarınız var. Onlar bilər ki, siz o dükkanları, o biznesi, o əşyaları verəsiniz, bağlayan. Mən təklif eləmişəm, demişəm, mənim burada atam, anam, ailəm, uşağım var. Sənin verdiyin biznesə görüntülər var, tarix var, məndə çəkilişlər var. Sənin verdiyin biznesə qoyduğum pulu, kondisionerlər almışam, polkalar almışam, xaladenlik almışam. Pilusdakı Gəncədə olan avadanlıqlarım, yenə kondisioner, xaladenlik
150 min, 200 mindən çox puldur. Gəl qardaş, bunu mallı zadlı verimsə 300 min eləsi. Məndən əlcə bir biznesim olması. Gedib bir yerdə fəhlə işləyərəm, bir iş taparam özümə işləyərəm, mənim ailəm uşağımı işlə töymə. Ya da mənə qrafik aç. Mən ayda 6 min neçə yox, qoy bir gün Siz bu günə qədər ödəyim yəni manat. ödəməkdən imtina etməmisiniz. Etməmişik, ödəmişəm də. Bu şəkildə buna pulu verə bilməsiniz. Ödəmişəm də. Qurban sənə. Mən evi tələb edirəm. hardasa 6-7 ay ikisindən də ödəniş olubdur. 6-7 ay ikisindən də ödəniş olubdur. O pullar da yoxdur. Deyir yenə sənin 177 min borcun var. Bəs ödədiyiniz pulları məhkəmə qeydə almıyor. Məhkəmə qərarları mənim vəkilim olubdur. İstəsəniz onunla da siz danışdırım. Deyir Polad, mən neynim, hara deyir, şikayət edirik. Biz də sənin haqqındakı Polada köməklik elə. Bu günləri təzədən qiymətləndirmə getsə, orada uşaq var, ailə var. Yəni qrafik açılsın, deyir Polad, hara biz yazıb pozuruq, sənədlər geri üstümüzə gəlir. Hangi direktorun əlaqə saxlamısınız? Köhnə direktorla 2-3 dəfə gəldi ki, bura görüşməyə, qəbul eləmədilər. Mən dəfələrlə 5 dəfə burada olmuşam, atam, anam, ailə, uşaq, qardaşım, qaylim. Qardaşım da buradadır, Allahın şahidi. Gəl, sən də gəl. Ki, bankı müdürlə görsə, bir günlər biz sözümüzü bankı müdürünə çatdıraq. Bankı müdürünə bizi qoymuşlar görüşmək. Gedin düzələcək. Atam, anam, Allahın şahidi. Bir dəfə də atanamı çıxardıblar, bax orada kamera altında. Danışdırıblar ki, Aksaq qalaq biz sizə söz verib. Gedin düzələcək, qrafik açılacaq. Düzəlmədi. Bu günləri təzə deyilər müdür gəlib. Gəlmişik ki, ona sözümüzü deyək. Ki, bu günləri vallahi bilmirəm, təzə gəlib. Birincini də görmədik, tanımadı. İkincini də görmədik, tanımadı. Bu günləri vəsaiti sizə verirlər, 180 min pul verirlər və heç kimi tanımırıq. Yox, tanımırıq. Gəldik, qəbul eləmədilər. Gəldik, qəbul eləmədilər. İndi biz əsas məsələ odur ki, mən şəxsən özüm eşitdiyimə, özüm bildiklərimə görə bu bizim Kəmaləddin Heydərovun bankıdır. Allah can sağlığı versin, Allah ona uzun ömür versin. Mən eşitdiyimə, bildiyimə görə o hər bir vətəndaşın yanında olub, kömək olub, dayaq olub, arxası olub. Bu günlər o bir ağsaqqalımız kimi, bir böyümüz kimi, cənab nazirimiz kimi biz ona da inanıb güvənirik ki, yəni bu bilsə ki, bu bankda belə haqsızlıqlar var. Yəni bu qədər bu ağsaqqal kişi, anam, atam, ailəm, uşağım, o körpə uşaqla biz neçə dəfələrlə burada olmuşuq. Yəni o da bilsə bizə bir kömək olar, dəstək olar ki, bu günləri bu qədər haqsızlıqlar olmaz. Mən demirəm ödəmirəm, 1000 ödəyim, 1500 ödəyim, həmişə də bu sözü demişim. Bəli, dəfələrlə demişim. Dəfələrlə demişim. Gəncə filialı qəbul etdir, yoxsa mərkəzi? Gəncədən keçibdir. Bu günləri bütün işlərimizin hamısı buradadır. Bu günləri bir iş var ki, yenə vurğulayacağım. Yadınıza sallam ki, bizə deyiblər bir dəfə 10 min gətir, Allah'ın olsun gətirib gəlmişik. Sonra deyiblər 15 min gətir, gətirib gəlmişik. Yeni qrafikin atılmağı. Bəli, heç hansını qəbul eləmirlər. Bizi yola salıblar ki, gedin düzələcək. Evimizi satdıq, 116 mini qoyduq, yenə kömək olmadı. 1000 manat ödədik, yenə kömək olmadı. 15 mini götdük gəldik ki, düzəlir hər şey. Bütün sənədlər məndə var. WhatsAppda durur. Bu sənəd, o sənəd, ev sənədləşir. Heç nə yoxdur. Heç bir kömək yoxdur. Bu dələ duzların əlində qalmış, Allah'ın olsun. Bir abırçılıqdır. Yəni bu Azərbaycanda belə... 15 min rüşvət kimi sizdən tələb eləmişlər? Yox. Ödəniş elm qrafik açmaq kimi. Və əsas vəsaitdən çıxılmaq şərti. Bəli. Bir işdə var ki, yenə də deyirəm. Mən 25 ildir bank ödənəkdir. Mən belə pısmasın, banka xeyir verən adamam. Mənim bir dənə gecikməm olmuyor. 40 neçə min dollar olubdur. Götürdüyümdə 3 ay olub. APV şeydə, Aksis bankda. Mən onu 100 neçə min ödəyən oğlanım, ödəmişəm. Bugün budursa da qanunları çərçivəsində ödəmişəm. Ancaq mən 25 ildə hər bir bankdan işləmişəm, mənim heç bir gecikməm olmuyor. Bu banka bir dənə sual vermək lazım. Bu 180 mini Polada evə vermişdim, biznesə vermişdim. Nəyə vermişdim pulu? Biznesdə yaranan problemlərində hamısının videolarını, görüntülərini mən gətirib göstərmişəm, təklif eləmişəm. Yazdığım məktublardan cənab prezidentimizdən Mehriban xanımla kömək istəyən vaxtı həmən məktubları, həmən sənədləri hamısını göndərmişəm ki, bu günləri mənim biznesimdə yaranan problemlər budur. Mənə köməklik göstərin. Mən qalmışam bu yollarda, Gəncə, Xanlar, Bakı 10 dəfə gəlib Demək getmişim. dəyərli izləyicilər, Gəncədən bir ailə gəlib,
evlərin aksiyacə bankasından alır. Baxmayaraq 20-si ki, çıxardılar evdən. baxmayaraq ki, pullarını ödəyir, bütün borclarını verir. Yenə pulu götürmürlər ki, 60 mində götürürlər ki, bank faizlidir. Ödədiklərim, neçə ay ödədiklərimdir. Niyə faizə çıxır? Əgər pulu ödəyirsən, niyə bu ailəni küçədə qoyursunuz? Dörtlü şans küçədə qoyursunuz? Tüm suallara yəqin ki, Afrika Banki cavab verər. Tamam, siz buyurun. Anam da olubdu neçə dəfə burada şəxsən. Neçə dəfələrlə buradan olmuşam. Soyadınızdır. Verdiyevəs olmaz belə, hə. Verdiyevəs olmaz Əlirza qızı. Atam Vyetnamdır, atam ölüb, Birinci qrup birinci 50 ildir. Atama maşın veriblər, atam 102 yaşında ölüb. Ölüb. Mehriban xanım, xahiş edirəm sizdən bir ana kimi mənim uşağımı çöllərə töhməyin, xahiş edirəm. Biri var, ətqaz eləyən deyər ki, mən bankın pulunu keçirmirəm. Bu adam deyir ki, mən bankın pulunu keçirirəm. Faizini azaldım. Qoy hər ay vaxtını da uzaldım, cədvəl atın, qoy gəlsin, vaxtında da ödəsin. 60 min keçirib, 60 min hamısı gedib faiza. Belə şey olarmı? Və bu körpələri çölə tökürsən, ağsaqqal arvadı 70 yaşında isə qurban olur. Hə, ürəyimdə stent var. Şəkər xəstəsiyəm, təzyiq. Bəli, olmuşam, bəli. Müraciət eləmişəm, qoymadılar. Bizi içəri buraxmadılar, qəbul eləmədilər. Nə deyib qəbul eləmədilər? Dedi ki, olmaz. Olmaz dedi, görüşmək olmaz. Niyə? Nə bilim? Prezidenti qəbul olur, Bəli, olur, bizi buraxmadılar. Bax, buradan da yola saldılar. Bank müdürü kimdir ki, onu qəbul etsin? Hə, düşmək olmaz dedi. Qoymadılar, bəli. Sənin problemi ilə bağlı rəhbəri ilə yox, kimlə görüşməlisin? Hə, bəli, qoymadılar. Demədilər ki, sizin probleminizlə bağlı. Xeyr, demədilər. İçəri buraxmadılar. Bəli, Bu da evin babası. ağsaqqalı. Atamdır, bəli, atamdır. Atam da anamdır. Özünüzü təqdim edin. Verdiyevəli İmranoğlu. Xanlar rayonunun Göygöl rayonunun Sakçı vaxtda Çorolu küçəsində yaşayırıq. Göygöldə. Mənim oğlumun işinlə əlaqədar olaraq gəlmişəm. Mən bir dəfə də belə ailəlikcə gəldik. Bankın müdürünün yanına girmək için, bankın müdürünün yanına girmək için bizi aşağıdan qəbul eləmədilər. Hələ orada mənə polis də qayıt etkin, dedi, el eləmək için burada qüvvəni bura söküm gətirin. Burada səs-küy salmaq üçün dedik ki, buraya səs-küy salır, səs-küy salmırıq. Bizə icazə verin, gedək. Bankın müdürünə xahiş eləyək, görüşək. Deyək ki, qardaş, bizim qrafikimizi təzə cəzbəl aç, vaxtda biraz uzaq, 7 baş ailəni, 9 baş ailəni çıxardıq küçə töymə. Heç harada da getməyə, qalmağa yerlər yoxdur, imkanları. Evin ağsaqqalısınız. Baxın, Bəli. ev əlinizdən də. Hara gedəcəksiniz? Heç bir yerə getmək, asfaltda, küçədə yatmaq. Ayrı çıxış yox, parkda yatmaq. Gəlib parkda yatmaq. Bankın qabağında yatmaq. Parkda qalmaq. Ayrı çıxış yolumuz yoxdur. Biz nə eləməliyik? Kimə müraciət edirsiniz? Kimə müraciət edirsiniz? Mən gözəl prezidentimizdən İlham Əliyevdən xahiş edirəm ki, Mehriban xanıma xahiş edirəm ki, bu barədə bizə bir köməklik eləsinlər. Gedəyin banka, Köməklik bəlkə qəbul göstərsinlər. etdilər, çəkilişdən Bəlkə ola bilsin, Allah eləsin, qəbul eləsin, köməklik eləsinlər bizə. Təzə cədval açsınlar, qrafik versinlər, desin qardaş, get ayda bu qədər, vaxtı da uzatsın, get ayda bu qədərə keçir. Biz də dəqiqə başına niyə bankada məhkəmə məktub göndərirlər, indi ayın 22-sinə məktub göndəriblər, gəlib ki, evi boşalmır. Yaxşı, evi boşaltmaqla bu körpə uşağıdır, bax, Azərbaycan xalqının gələcəyidir. Bunu çıxardıb küçəyinə tərəfdir. Azərbaycan xalqının gələcəyidir. Gözəl İlham Əliyevin, prezidentimizin sərəncamı var, göstərişi var ki, körpə uşağı olan ailələri çıxardıb, heç bir vaxtı küçəyə töhmə. İndi bunlar həmişin evi boşaldı, çıxardın, məhkəmədən gəlib tökürlər ki, evi boşalt, uşağı daradın, çıxın evdən. Biz hara çıxaq, biz hara gedək, biz hara gedək, hara çıxaq. Şadiyəm ki, bizə köməklik edin. cənab prezidentimizin həmişə sahibkarlara böyük bir dəstək olub.
Sahibkarları incitmə. Sahibkarların yanında olun. Bu günləri biz sahibkar olaraq mənim yanımda neçə dənə ailə işləyir, neçə ailə çörək yeyib, Bakıda da, Gəncədə də. Yəni bunlara baxmayaraq bu günləri pis vəziyyətdə qalmışıq. Çox pis vəziyyətdə qalmışıq. Yaxınlaşaq bankla Keçək. münasibətini öyrənək. Buyurun, yaxınlaşın. Salam. Çərni çəkmirəm. Çox xahiş edirəm. Rəhbərliyə deyin ki, bunları qəbul eləsin. Gəncədən gəliblər və evləri qanunsuz olaraq dediklərinə görə boşaldılar. Aha. Burada dəfələrlə olmuşdur. 4-5 dəfə olmuşdur. O xanımın özü də bilir, nazır da bilir ki, biz burada neçə dəfə olmuşuq, qəbul eləməyiblər. İndi gözləyirik sizi. Buyurun. Değerli izleyiciler, izlediğiniz için teşekkür edirik. Dəfələrlə gəlməklərinə baxmayaraq, rəhbərlik qəbul etməyib, indi görək nə deyəcəklər. Oldu. İzlediğiniz için teşekkür ederim. Sağ olun, kanalımıza abone olun.